biz sizi tez-tez bazarlarda görürük. Həqiqətənmi broiler toyuqları bazara gəlib çatanda kənd toyuğuna çevrilir? Əslində əhatəli sualdır, çox genişdir. Bu haqda danışmaq bir saat ancaq yetəcək bizə. Kənd toyuğuna çevrilir deyəndə, əsl kənd toyuğunu birinci necə seçməliyik, bunu düşünməliyik ki, biz toyuq alanda necə bilək ki, bu kənd toyuğudur? Yəni, üzərinə yazılır kənd toyuğu, belə satırlar, inanmayaq. Üzərinə çox məhsulun fərqli adlar yazıla bilər. Amma artıq elə bir zamanda yaşayırıq ki, insanların etibarı bəzən pozulub, bir qismi. Bu hamıya xitab etmirəm. Əlbəttə ki, bunu rəngləndirə bilirlər. Hətta toyuqların yemlərini dəyişdiyi halda ətin rəngini də dəyişə bilirlər, sarıya çala da bilirlər. Və ya sarı kökdə saxlaya bilirlər, ümumi dərisi dəyişir. Amma bişirəndə necə bilmək olar, alanda necə bilmək olar. Bunları istəyirəm ki, belə bir ardıcıllığı deyim, sonra keçək toyuq haqqında müzakirəyə. Buyurun. Əvvəla, toyuğu alarkən əlinizlə möhkəm sıxdığınız zaman dərisini, rənginin sarı olub-olmadığı bəlli olur, bir. Kənd toyuğun bişirərkən su az verər. Amma broiler toyuğu daha sulu olur. Daha yumuşaq olur. Kənd toyuğu yarım saata bişə bilməz. Yəni, ümumiyyətlə heç görməmişim. Bir də bazarda durmadan kənd toyuğu adında, kənd solpası adında, kənd cücəsi adında sayt çox təşkil edirsə, həmin o kənddə bir sir var, bizim yəqin xəbərimiz yoxdur. Çünki bu cücə ən azı 5 aya, 6 aya yetişir. Və bu kənddə də sürətli şəkildə o qədər böyütmək olmaz. Və ya o qiymətə kəndli məhsulunu sata bilməz. Ucuzdur yoxsa bahadır? Çox ucuzdur. Yəni, ən ucuzu bir 900 qram, 1 kilolu ən azından 13-15 manatdan başlayır. Belə toyuqları siz bazarda görürsünüz, deyilmi? Var, amma necədir? Çox az sayda. Biz bazara gəlib çatmır. Çünki onu, deyəlim, qohum, tanış, hamı alır kəndlidən. Siz yaxşı nümunələri qeyd edirsiniz. Amma bir də var, kənddə broiler üslubunda böyüdülən cücələr. Deməli, birinci qrupa aiddir, kəndlinin öz həyətində saxlayıb, xüsusi daimi müştərilərinə satdığı məhsul. Bəli. Və o, adətən kütləvi bazarlara gəlib çıxmır deyir. Gəlib çıxmır. Bəs o kütləvi bazarlara gəlib çıxanlar nədir? Onlar bir qismi 90